Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, realist nəsrin ustadlarından biri olan xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 125 ili tamam olur. Əli Vəliyev 1901-ci il fevralın 27-sində Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ədəbi fəaliyyətinə Şərq Qapısı qəzetinin redaktor vəzifəsində başlayıb. Əli Vəliyev Böyük Vətən müharibəsi illərindən sonra müharibədən bəhs edən Cəbhə hekayələri, Ərköyün, Sovqat adlı kitabları nəşr etdirir. 1950-1970-ci illərdə yazıçının Madarın dastanı, Ürək dostları, 6 cildlik seçilmiş əsərləri, Budağın xatirələri romanları, Zəngəzur qartalları, Bir cüt Tərlan povestləri, Uşaqlara Sovqat, Əziz nəvələrimə, Bir cüt ulduz, Yeni həyat hekayələr kitabı, Zamanın ulduzları, İstedad, Samavar tüstülənir, Durna qatarı adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə Qarabağda qalan izlər, Narahat adam romanları, Qənirsiz gözəl, Zamanın ulduzları adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edir. 1958-ci ildə yazıçının Gülşən povesti və Çiçəkli romanı dövlət mükafatlarına layiq görülür. Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq, əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bugün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilinin zənginləşməsinə misilsiz töhfələr verir. Öz tərcümeyi halında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar. Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıcı üçün ən böyük sərvətdir. Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib.